ya Allah getdik. Şəkilə diqqətlə baxın və şəkildə ilk olaraq nə görürsünüz? Şəkildə ya ilk olaraq bir şey görəcəksiniz, ya da it görəcəksiniz. Əgər siz şəkildə ilk olaraq bir şey görürsünüzsə, idealist insansınız. Dünyada ən çox sevdiyiniz adam özünüzsünüz. Özünüzdən başqa yerdə qalanlar ikinci dərəcəlidir. Hər nə olur olsun, dünya sizə görə sizin ətrafınızda fırlanır və sizin fikirləriniz davamlı olaraq doğrudur. Bu sözlə özünüzü çox sevirsiniz. Yox, əgər şəkildə it gördünsə, çox incə bir hissiyata malik insansın. İnsanlarda yaxşılığı görməyə, yaxşılığa dəyər verməyə üstünlük verirsən. Sadiq bir insansın. Hər şeyi bir yana dostluqda, sevgidə, münasibətlərdə sadiq qalmağı bacarırsan. Eyni zamanda insanların problemlərində birbaşa olaraq iştirak edib, nəinki iştirak etmək, onu həll etməyə belə istəyirsən. Bir sözlə, sadiqlikdə gördüyün it qədər sadiqsən. Və indi isə şərtlə yazın. Siz ilk olaraq nə gördünüz və nə dərəcədə düz çıxdı?